Dear football friends, welcome to the weekly video feedback. The first part of the season is played, and now we have an international break with 2 matches of the national team. But first, I want to give you an explanation of 6 match-important situations of matchday 11 in the Premier League. Let's have a look to all these episodes. Şamaxının yerinə yetirdiyi zərmə zərbəsi zamanı bu komandanın 13 nömrəli futbolçusu başla topu arxaya atır və top 9 nömrəli hücumçunun çiyninə dəyərək qapıya daxil olur. Hakim qolu qeydə alır. VAR görüntüləri nəzərdən keçirir və topun Şamaxının 9 nömrəli hücumçusunun çiyninin yuxarı hissəsinə dəyərək qapıdan keçdiyini görür. Qol düzgün olaraq qeydə alınır. Sumqayıtın hücumu zamanı cərimə meydançasına ötürülən top Qəbələnin 7 nömrəli futbolçusunun qoluna dəyir. Toxunuş zamanı oyunçunun qolu bədəninə deyil, başına doğru qalxmışdı. Baş hakim dərhal penalti təyin edir. VAR görüntüləri nəzərdən keçirərək hakimin qərarının düzgünlüyünü təsdiqləyir. Qəbələnin qapıçısı penaltini dəf edir. Top Sumqayıtın 7 nömrəli oyunçusuna tərəf gəlir və o topu qapıdan keçirir. Hakim qolu qeydə alır. VAR vəziyyəti təhlil edir və Sumqayıtın qol vuran hücumçusunun penalti vurulan zaman cərimə meydançasına daxil olub-olmadığını araşdırır. Penalti vurulan zaman digər futbolçuların cərimə meydançasına daxil olmaması vacibdir. Cərimə meydançası xəttini bədənlə keçmək qayda pozuntusu deyil. Penalti zamanı vaxtından əvvəl daxil olma halında oyunçunun ayaqlarının mövqeyi əsas götürülür. Yəni, ayaq yerə toxunmamalıdır. Əgər yalnız bədənin bir hissəsi cərimə meydançası xəttini keçirsə, bu pozuntu sayılmır. VAR görüntüləri nəzərdən keçirir və görür ki, Sumqayıtın hücumçusu penalti anında qayda pozuntusu etməyib. Çünki onun sağ ayağı ancaq cərimə meydançasında topa zərbə vurduqdan sonra yerə toxunub. VAR qolu düzgün olaraq təsdiqləyir. Araz Naxçıvanın hücumu zamanı komandanın 7 nömrəli oyunçusu qapı istiqamətinə zərbə endirir. Top cərimə meydançasında Karvan Yevlaxın 6 nömrəli kapitanının sağ qoluna dəyir. Hakim oyunun davam etməsinə icazə verir. VAR görüntüləri nəzərdən keçirir və top meydanı tərk etdikdən sonra baş hakimə epizoda baxmağı məsləhət görür. Hakim kadra baxdıqdan sonra Karvan Yevlaxın kapitanının sağ qolunun bədənindən kənarda açıq olduğunu və bədənini vizual olaraq böyütdüyünü görərək penalti təyin edir. Hakimin penalti təyin etməsi düzgün qərardır. Qayda pozuntusundan sonra yaranan qarşıdurma zamanı Zirənin 93 nömrəli futbolçusu ilə Turantovuzun 5 nömrəli futbolçusu arasında mübahisə yaşanır. Zirənin futbolçusu başını rəqibə doğru açıq şəkildə irəli hərəkət etdirir. Köməkçi hakim gördüklərini baş hakimə çatdırır və o, Zirənin oyunçusuna aqressiv davranışa görə qırmızı vərəqə göstərir. Biz VAR-ın müdaxiləsini gözləmirik. Çünki oyun qaydaları belə deyir. Əgər digər oyunçuya baş zərbəsinə daxil olmaqla zərbə vurarsa və ya vurmağa cəhd edərsə, o meydandan qovulmalıdır. Turantovuzun 5 nömrəli futbolçusuna sarı vərəqə, Zirənin 93 nömrəli futbolçusuna isə başını rəqibə doğru yönəltdiyinə görə qırmızı vərəqə gözləyirik. Turantovuzun 19 nömrəli oyunçusu havada olan topla oynamağa çalışır. Lakin Zirənin 17 nömrəli futbolçusunun başına doğru sol ayağını yuxarı qaldırır. Bu təhlükəli hərəkətlə o, Zirənin futbolçusunu vurur. Hakim ehtiyatsız qayda pozuntusuna görə sarı vərəqə göstərir. Turantovuzun futbolçusu artıq 45-ci dəqiqədə ilk sarı vərəqəni aldığı üçün meydandan qovulur.
Qarabağın 18 nömrəli futbolçusu cərimə meydançasına daxil olur. Neftçinin 10 nömrəli oyunçusu onunla top uğrunda mübarizə aparsa da topa toxunmur. O, Qarabağın hücumçusunun dizinə zərbə vurur və oyunçu yerə yıxılır. Qayda pozuncusuna yaxın mövqedə olan hakim penalti təyin edir. VAR epizodu nəzərdən keçirir və hakimin penalti qərarını təsdiqləyir. Bu düzgün qərardır.